Invest Akademiyadan hər kəsə salam. Mən Mikail. Bugün sizlərə Warren Buffett'ın tövsiyələri haqqında danışacağam. İnvestisiya dünyasında çoxlarının ustad saydığı bir ad var. Warren Buffett. Onu Omaha'nın sehirbazı adlandırırlar. Çünki uzun illər ərzində həm şəxsi sərvətini, həm də idarə etdiyi Berkshire Hathaway şirkətini inanılmaz səviyyələrə çatdırıb. Amma maraqlısı odur ki, o bunu çox mürəkkəb algoritmlərlə və ya sirli metodlarla etməyib. Əksinə, sadə, məntiqli və hər kəsin anlaya biləcəyi prinsiplərlə uyğun qazanıb. Bəs Warren Buffett bizə nəyi öyrədir? Gəlin onun ən vacib investisiya tövsiyələrinə nəzər salaq. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. I'm not buying them because I think they're going to go up next year. I'm buying them because I think they'll be worth quite a bit more money 10 years or 20 years from now. Birincisi, özünə sərmayə qoymaq. Buffett dəfələrlə deyib ki, ən yaxşı sərmayə insanın özünə qoyduğu sərmayədir. Yəni bilik, bacarıq, təcrübə və sağlamlıq. Çünki sənin öz bacarığın səni ömür boyu müşahidə edir. Pul dəyərindən düşə bilər, bazarlar enib qalxa bilər, amma sən özünü inkişaf etdirirsənsə, bu sərvəti heç kim səndən ala bilməz. O hətta belə deyib, əgər sən daim oxuyursansa, daim öyrənirsənsə, üstünlüyün daim artacaq. İkinci, sadə olanı seç. Bir çox investor bazarda mürəkkəb maliyyə alətlərinə qaçır, amma Buffett hər zaman sadəliyi ilə seçilir. Onun fikrincə, yalnız başa düşdüyün sahəyə sərmayə qoyulmalısan. Əgər bir biznesin necə işlədiyini anlamırsansa, ora pul qoymaq böyük riskdir. O özü Apple, Coca-Cola, Gillette, American Express kimi sadə və tanış şirkətlərə sərmayə qoyub. Çünki hamı onların məhsulunu istifadə edir və gəlir modelləri aydındır. 3. Uzun müddətli düşün. Buffett'in ən çox vurğuladığı qaydalardan biri uzun müddətli yanaşmadır. O deyir ki, əgər bir səhmi 10 il saxlamağa hazır deyilsənsə, 10 dəqiqə belə almamalısan. Yəni o sürətli qazancların dalınca qaçmır, səbirlə gözləyir. Çünki zaman yaxşı şirkətlərin dəyərini üzə çıxardır. 4-cü qayda, pul itirmə. Buffett'in məşhur 2 qaydası var. Birinci qayda, pul itirmə. İkinci qayda isə birinci qaydanı unutma. Bu sadə görünsə də dərin məna daşıyır. O deyir ki, investisiya edərkən əsas məqsəd riskləri azaltmaq və sərmayəni qorumaqdır. Çünki çox vaxt insanlar yüksək gəlir üçün riskləri görməzlikdən gəlirlər. Buffett isə hər zaman riskdən qorunmağı üstün tutur. The insurance business provides us with float, and float is money that we hold that doesn't belong to us. 5-ci qayda. Emosiyalara uymamaq. Bazar enəndə insanlar panikaya düşür. Qalxanda isə hamı hərəkətə keçmək istəyir. Amma Buffett deyir ki, digərləri qorxanda acgöz olun, digərləri acgöz olanda isə qorxun. Yəni kütlənin emosiyalarına uymaq lazım deyil. Çox vaxt ən yaxşı fürsətlər hamının qorxduğu anda yaranır. 6. Təvazö və sadə həyat. Buffett milyarder olmasına baxmayaraq, hələ də illər öncə aldığı sadə evdə yaşayır. Bahalı maşınlara və lüks həyat tərzinə maraq göstərmir. Onun fikrincə, sərvəti göstərmək yox, onu artırmaq vacibdir. Bu yanaşma ilə investorlar razılaşmasalar da, hamı itirərkən Buffett əksər hallarda qazancda olmuşdur. 7. Tələb və təklifdən daha çox biznesə baxın. Buffett səhmlərə yalnız qiymət qrafikləri kimi baxmır. Onun üçün hər bir səhm real biznesin hissəsidir. Yəni, şirkətə sərmayə qoyarkən sən əslində həmin şirkətin bir parçasına şərik olursan. Ona görə də o şirkətin rəhbərliyinə, biznes modelinə, uzun müddətli dayanıqlığına diqqət yetirir. 8. İqtisadi xəndəklər. Buffett'in tez-tez işlətdiyi bir anlayış var. İqtisadi xəndək, economic mode. Bu o deməkdir ki, şirkətin rəqiblərinə qarşı güclü üstünlüyü olmalıdır. Məsələn, Coca-Cola brendinin, Apple-ın ekosisteminin və ya Visa-nın qlobal şəbəkəsi. Bu üstünlüklər şirkəti uzun müddət rəqabətdə qalib saxlayır. Charlie's going to talk about Costco. Go ahead, Charlie. Well, Costco, of course, is a... 9. Tələsməmək. Warren Buffett
illərlə fürsətləri gözləyir. O deyir ki, bir çox investisiya qərarında ən vacib keyfiyyət səbirdir. İmkan gələndə isə güclü addım atmaq lazımdır. Başqa sözlə, hər fürsətə qaçmaq yox, ən doğru olanı gözləmək lazımdır. 10-cu, sadə qaydaları həyat tərzinə çevirmək. Buffett'ın bütün tövsiyələri əslində gündəlik həyat üçün də keçərlidir. Özünüzə sərmayə qoymaq, səbirli olmaq, emosiyalara uymamaq və s. bunları təkcə investisiyada yox, həyatda da uğur gətirən prinsiplərdəndir. Əgər sən uzun müddətli uğur qazanmaq istəyirsənsə, Warren Buffett'dan öyrəniləcək çox şey var. Çətin olan bu prinsipləri bilmək yox, onlara əməl etməkdir. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinizi əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcəksə. Bugünlük bu qədər. Video xoşunuza gəldisə, like etməyi, kanala abunə olmağı və Telegram kanalımıza qoşulmağı unutmayın. Hələlik.